Müsəlmanlara görə peyğəmbər, Yahudilərə görə kral olan Davudun oğlu öz bacısı ilə yatdığını bilirdinizmi? Bəli. Davud peyğəmbərin oğlu İslamiyyətə görə, Yahudiliyə görə də kral Davudun oğlu öz doğma bacısını zorlayıb, cinsi əlaqədə olub öz doğma bacısı ilə. Bunu bilməkdən ötürü zəhmət olmasa videonu sona qədər dinləyin. Bu keçir deməli Xristian və Yahudilərin qəbul etdiyi Bibliya kitabında, müqəddəs kitab Bibliyada 2 Şamuel 13-cü fəsildə Amnon və Tamar. Başlayaq 13-cü fəslin 1-ci ayəsindən. Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu. Amnon ögey bacısı Tamardan ötürü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi. Ögey bacısıdır, ata bir ana ayrı. Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiləgər idi. Amnonun Yonadav adlı dostu həm də öz əmsi oğludur, Davudun qardaşı oğludur. Yonadav Amnona dedi: "Ey şahzadə, niyə gündən-günə pərişansan?" Sual verir. Bunu mənə bildirməzsənmi? Amnon ona dedi: "Qardaşım, Avşalomun doğma bacısı Tamara vurulmuşam." Davudun oğlu da cavab verir ki: "Qardaşım, Avşalomun doğma bacısı Tamara vurulmuşam." Yonadav ona dedi: "Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın. Mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim." Amnon yatağa girib özünü xəstə göstərdi. Padişah onu görməyə gələndə Amnon padişaha dedi: "Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında 2 kökə bişirsin. Mən də o kökələri onun əlindən alıb yeyim." Davud evə adam göndərib Tamara dedi: "İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla." Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi. Tavanı götürüb onun qarşısına boşaltdı, lakin o yemək istəmədi. Amnon dedi: "Qoy hamı yanımdan çıxsın." Hamı onun yanından çıxdı. Amnon Tamara dedi: "Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim." Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı. Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: "Gəl mənimlə yat bacım." Burada kökələri içəri gətirir və Amnon bacısından tutub deyir: "Gəl mənimlə yat bacım." Tamar isə ona dedi: "Yox qardaşım, mənim namusuma toxunma. Çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə. Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padişahla danış, o məni sənə verər ya yox, verər, yox deməz." Yəni qız özü deyir ki, qardaşına, get atamla, yəni padişahla danış, o məni sənə verər, yox deməz. İndi nə niyyətləndirib onu bilmirəm. Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı. Yəni qızdan qüvvətli olduğuna görə qızı zorlayır, yəni cinsi əlaqədə olur. Bundan sonra Amnon da Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona dur buradan rədd ol dedi. Qızı zorlayandan sonra artıq işin görüb qutarandan sonra qıza nifrət edir və onu qovluyor. Tamar isə dedi: "Yox axı, indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür." Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: "Bunu yanımdan rədd edib bayra at və arxasınca da qapını qıfılla." Qızın əynində əlvan paltar var idi. Çünki padişahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayra atıb arxasınca qapını qıfılladı. Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq dedi: "O gedə-gedə hönkürürdü." Qardaşı Avşalomun ona dedi: "Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus bacım, axı o sənin qardaşındır. Bunu qəlbinə salma." Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı. Padişah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi. Avşalomun isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi. Çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi. Yəni buradan göründüyü kimi kralın oğlu öz bacısını zorlayır. Yəni bir ailə düşün, kral ailəsi düşün ki, insanlara
qəbiliyə və yaxud da tayfaya bir nümunədir. İslamda necə ki bu peyğəmbər kimi qəbul olunur, Davud peyğəmbər. Amma bunun oğlu öz bacısını zorlayır. Desəniz ki, Tövratda bu icazəlidir. Bəli, İbrahim peyğəmbər öz ögey bacısını almışdı. Bu başqa bir mövzudur. Bunun haqqında paylaşım eləyəcəm. Tövratın yaradılış bölümündə keçir. Amma Levlilər qissəsinə gələndə, Levlilər 18-ci fəsil 9-cu ayədə isə bacı ilə cinsi əlaqədə olmaq qadağan olunur. Tövratda bu şey var. İbrahimdən sonra gəlmə bir qanundur bu. İbrahim bacısını alandan sonra, İbrahim peyğəmbər. Bu bacısını alandan sonra Levilər 18:9-a görə isə bacını almaq olmaz, qadağan olunub. Və yaxşı, bacını almaq qadağan olunmuşdusa, bu belə bir şey yox idisə, bu ölkənin kralının ailəsində, bu ailəyə verdiyi tərbiyə və övladlarında verdiyi tərbiyə hansı səviyyədə olub ki, bunun oğlu öz doğma bacısını zorluyur. Cinsi əlaqədə olur bacısı ilə. Bu kimi mövzuları bilmək üçün səhifəmə abunə olub, bəyənib paylaşmağı unutmayın. O ki qaldı cinsi orqanı ilə, söyüşü ilə, təhqiri ilə burada din müdafiə eləmək istəyən yobaz kütlə. Mən verdiyim ayələr var, mənbələr var. Bibliya, müqəddəs kitab, 2-ci Şamuel 13-cü fəsil. Gedin, açın, oxuyun. Əgər orada belə bir şey keçməsə, gəlin nə istəsəniz söyüş yazın. Yox, əgər orada belə bir şey keçə-keçə, gəlib mənə söyüş yazan, yəni bilsin ki, istər evində, istər nə bilim həyatında nə müqəddəs var onlara söyür. İzlədiyiniz üçün çox sağ olun.